Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəmə Fatimətu bəd'ətun minni. Fatimə məndən bir parçadır. Fəmən ağdəbəhə fəqət ağdəbəni. Kim onu qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar. Deyirlər, vəssalam, madəm ki, Əbu Bakır Fatiməni qəzəbləndirdi, mirasını vermədi, deməli, Əbu Bakır Peyğəmbəri qəzəbləndirir. Peyğəmbəri qəzəbləndirən də Allah qəzəbləndirmiş olur. Vəssalam, beləliklə də Əbu Bakır Allahın düşmənidir. Lakin söhbət nədir? Əziz qardaşlar, diqqətlə qulaq asın. Bu, təbii ki, rafizilərin cahilliklərindən irəli gəlir. Məsələ belə deyil. Əslində bu hədis, yəni kim onu qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar, İmam Əli haqqında deyilib. Yəni hədisin deyilmə səbəbi var. İmam Əli Əbu Cəhlin qızını almaq istəyir. Və bunu eşidən Fatimə gəlir Peyğəmbərin yanına, atasının yanına. Deyir ki, sənin ümmətin iddia edir ki, sən qızların üçün qəzəblənmirsən. Əli Əbu Cəhlin qızı ilə evlənir. Bu zaman Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allahın Rəsulunun qızı ilə Allahın düşməninin qızı bir kişidə birləşə bilməz. Vəssalam. Əli evlənməyi tərk edir. Yəni bu hadisənin Əbu Bakırla heç bir əlaqəsi yoxdur. Bundan əlavə, bu rəvayət Rafizi kitablarında mövcuddur, lakin ləfsi biraz fərqlidir. Necədir? Bir nəfər, bu Biharul Ənvarda, məclisinin Biharul Ənvarında mövcuddur. Bir nəfər şəxs gəlir Fatimənin yanına. Deyir ki, Əli Əbu Cəhlin qızını istəyir. Və Fatimə bunu təsdiq edir, qəzəblənir. Fatiməni qəzəbləndirən kim olur? Əli. Qəzəblənir və uşaqlarını götürür, gedir atası evinə. Təsəvvür edin. İndi burada sual çıxır. Əgər məzəmmətə qalsa, məzəmmətə, qınağa qalsa, ən birinci kim məzəmmət olmalıdır? Əgər qınağa, məzəmmətə qalsa, Əli. Çünki Fatimənin qəzəblənməsinə səbəb Əli idi. Yəni, Fatimə Əbu Bakıra yox, Əliyə qəzəblənmişdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu sözü dedi. Kim onu qəzəbləndirərsə, məni qəzəbləndirmiş olar. Fatimənin qəzəblənməsinə səbəb Əli oldu. Əbu Cəhlin qızını istəyirdi. Sən nə həyasız adamsan, hə? Mən çox həyasız, sırtıq setlər görmüşdüm. Sənin kimi sürtülmüşün görməmişdim.